apardılar, gecə qaranlığında onu dəfn elədilər. Qayıdıb gəldilər, gördülər bir xarabalığın içində bir kişi oturub, ağlaya-ağlaya deyir, Həbibi, 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 Həbibi. Gördülər, yaman ürək yandıran naləsi var. Gördülər bir xərabənin içində cüzam xəstəsidir, dəri xəstəsidir. Hamı ondan imtina eləyib ki, başqalarını yoluxdurmasın. Şəhərdən çıxardıblar, bir xərabənin içində yatır, tərpənə də bilmir, gözü də görmür. Ağlaya-ağlaya deyir, Həbibi, ay mənim istəylim, hardasan? Dedilər, sən kimsən? Dedi, mən xəstə bir adamam. Bəs niyə belə yana-yana ağlayırsan? Deyir, bir ağam var idi, heç nəyim yox idi. Hamı məndən üz döndərmişdi. Bir ağam var idi, hər gecə gəlib mənə baş çəkirdi. Hər gecə gəlib məni sığal çəkirdi. Onun isti nəfəsini hər gün hiss eləyirdim. Neçə gündür gözüm yoldadır, gəlməyib. Onun həsrəti ilə yanıram. İmam Həsən dedi, bilirsən o kimdir? Möminlər əmiridir. Mən də Həsən ibn Əliyəm, onun balasıyam. Onu dəfn eləyib gəlirik. Bunu deyəndə elə ağladı, dedi, ağa icazə istəyirəm, xahiş eləyirəm, aparın məni onun qəbrinə. Məhrəm oldu, sirrərə məhrəm oldu. Gizli qəbrinə apardılar. Deyir, üzün qoydu torpağa, elə bunu deyirdi ki, Həbibi, Həbibi. Bunu deyib, bir də gördülər, səsi kəsildi. İmam Həsən gəldi, gördü, canı bədənindən ayrılıb, qovuşub o da mövlasına, ağasına. Xoş o kəslərin halına ki, bu gecə bütün günahları, dərdləri, hacətləri yadından çıxır. Elə ağlaya-ağlaya deyirlər, Həbibi, Həbibi. Əlini çağırırlar. Allaha and verirəm, Əli ibn Əbi Talibin son nəfəslərinə, son anlarına Allah bizi bugün öz evindən əli boş naümid yola salmasın inşallah.